İkinci haqqında məlumat vermək istədiyim adam Roma imperatoru Aurel Mark'dır. Aurel Mark 1100 eramızdan əvvəl 1121-ci ildə Roma imperiyasında zadəgan ailəsində anadan olmuşdur. 19 il, yəni ömrünün sonuna qədər imperator olmuşdur. O Roma imperatoru olduğu müddətdə həm hərbi, həm də siyasi sahədə böyük işlər görmüşdür. Onun dövrü Roma imperiyasının çətin zamanlarına düşdü. Daxili ixtişaşlar, müharibələr, iqtisadi çətinliklər, bir tərəfdən də vəba epidemiyası, yəni çoxlu insan qırdı. Aureli bu çətinliklərlə üz-üzə gəldiyi zaman həm siyasi lider, həm də fəlsəfi düşüncə sahibi kimi həqiqi böyük insanlıq nümunəsi göstərdi. Böyük şəxsiyyət nümunəsini göstərdi. Adam həm imperatordur, həm də çətinliklərə tab gətirməyi öyrədən filosofdur. Qeyd edim ki, Aureli özü də 59 yaşında vəbadan ölmüşdür. Aurel Mark Platonun arzusu idi. Platon bu məqsədlə, yəni filosof, hökmdar yetişdirmək məqsədi ilə məktəb açmışdı. O deyirdi ki, ya hökmdar filosof olmalıdır, ya da filosof hökmdar olmalıdır. Aurel Mark'ın ən məşhur sözü budur. Hər kəsin dəyəri onun nəyə can atmasındadır. Nəhayət, gələk üçüncü, haqqında daha çox geniş danışa biləcəyim Senekaya.